Azərbaycan-Macarıstan əlaqələri ən yüksək səviyyədə inkişaf edir. İki ölkə arasındakı əlaqələr 2014-cü ildə Azərbaycan və Macarıstan arasında imzalanmış əməkdaşlıq və tərəfdaşlıq sahəsində birgə bəyannaməyə əsasən formalaşır və bugün Macarıstan Baş naziri Viktor Orban bütün platformalarda Macarıstanın Azərbaycanla əməkdaşlığı və əlaqələrə nə qədər önəm verdiyini dəfələrlə vurğulayıbdır. Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının zirvə görüşündə Macarıstan Baş naziri Viktor Orban da qonaq kimi iştirak edib. Eyni zamanda Avropa İttifaqı daxilində Azərbaycan enerji məhsullarının Avropaya ixracı məsələsində layihələrin əlaqələndirilməsində Macarıstan çox vacib koordinator qismində iştirak edir və Azərbaycanla Macarıstan arasında ixrac, idxal və iqtisadi əlaqələr ən yüksək səviyyədədir və ortaya qoyulan iradə də bu iqtisadi münasibətlərin daha da dərinləşdirilməsini özündə ihtiva edir. Eyni zamanda Macarıstan Baş naziri Orban Avropa Sülh Fondundan Ermənistana milyonlarla dollar ayrılması layihəsini bloklayıb və bu maliyyənin təkcə Ermənistana yox, Azərbaycana da ayrılmalı olduğunu vurğulayıbdır. Həmçinin Azərbaycan və Macarıstan təkcə siyasi, ticari, iqtisadi deyil, digər sahələrdə də əməkdaşlıq edir. Azərbaycan tələbələri müxtəlif təqaüd proqramları ilə Macarıstan ali məktəblərində təhsil alırlar. Eyni zamanda Azərbaycan Macarıstandakı humanitar layihələrə dəstək verir. Heydər Əliyev Fondu tərəfindən Macarıstanda önəmli humanitar layihələr həyata keçirilibdir və Azərbaycanla Macarıstan arasındakı əlaqələrin gələcək perspektivləri kifayət qədər genişdir və bu sahədə iki ölkə arasında əldə edilən razılaşmaların da xüsusi siyasi dəyəri var.